Məncə o sual cavabı bilmirsə məni çağırmamalıydı. Onda başa düşdüm ki, yəni bu dünyada xoşbəxt olmaq üçün və sosial belə deyək, səviyyədə yuxarı qalxmaq üçün pul qazanmaq lazımdır. Son məqsəd nədir? Son məqsəd güclü olmaqdır. Yəni güclü olmaq üçün də bizim dünyada pulun olmalıdır. Kim olmaq lazımdır? Öz sahəsinin ən yaxşısı olmaq lazımdır. Hələ də böyüyəndə nə olacağım bilmirəm. Çox sağ olun. Sağ olun. Salam. Salam. İlk sual olaraq Toğrul Səməd kimdir deyə soruşmaq istərdim. Məncə o sual cavabı bilmirsə məni çağırmamalıydı. Sizi bir çox sahədə gördüyümüz üçün özünüzü harda daha çox gördüyünüzü, özünüzü kim olaraq gördüyünüzü sizdən eşitmək istəyirik. Mən indi hal-hazırda ən çox süni intellekt sahəsində çalışıram. Son 6-7 ildir. Düzdür, əvvəl ona machine learning dedilər, indi daha çox. Biraz texnologiyalarda xırda fərqlər var, amma yuxarı-aşağı eyni şeydir. Süni intellektlə məşğul oluruq, müxtəlif modellər hazırlayırıq. Hazırda Dubayda süni intellekt laboratoriyasının rəhbəriyəm. 30-a yaxın mühəndisimiz var. Bir hissəsi Dubaydadır, bir hissəsi dünyanın hər yerinə paylanıb, amma hamısı Azərbaycanlılar. Yəni özünüzü biznesmen olaraq qələmə verə bilirsiniz. Yəni təhsilim stomatoloqdur, amma 20 ildən çoxdur sahibkarlıqla məşğul. Yəni stomatologiyadan sahibkarlığa keçidiniz necə olub danışa bilərsiniz? Yəni mən uşaqlıqdan pul qazanmaq, azadlıq əldə etmək mənim üçün maraqlı olub. Sizcə stomatologiyada pul yoxdur? Yox, elə mən stomatologiyanı da o səbəbə görə seçmişəm ki, nə dedim pul qazanmaq və azad olmaq. Başqa həkimlik sənədlərində azadlıq yoxdur. Yəni sənin üstündə bir baş həkim var və s. və yaxud hansısa klinika işi düzəltmək üçün gedib yalvarmalısan, rüşvət verməlisən və s. Amma stomatoloq üçün özü öz sahibidir. Yəni özünə bir klinika açır, istəyəndə işləyir, istəyəndə işləmir və yaxşı da pul qazanır. O səbəbdən seçmişdim. Amma universitetə daxil olanda sosial bərabərsizliklə qarşılaşdım. Çünki uşaqlıqda, yəni sən yaşadığın, oxuduğun məktəbdə hamı yuxarı-aşağı eyni sosial qrupdandır. Sən onu hiss eləmirsən. Amma universitetə daxil olanda artıq fərqli sosial qruplardan olan insanlar bir araya gəlir və sən artıq orada fərqi öz belə deyək, dərində hiss eləməyə başlayırsan. Onda başa düşdüm ki, yəni bu dünyada xoşbəxt olmaq üçün və sosial belə deyək, səviyyədə yuxarı qalxmaq üçün pul qazanmaq lazımdır. Ona görə başladım müxtəlif bizneslər eləməyə. Yəni ilkin ehtiyacları ödəmək üçün, hətta yəni gündəlik yemək, nə bilim, gəzmək, nəqliyyat xərclərini ödəmək üçün. Sonra da yavaş-yavaş gördüm ki, bu maraqlı oyundur və bir müddətdən sonra yəqin ki, 2-ci, 3-cü kurslar arasında artıq istənilən stomatoloqdan daha çox pul qazanırdım. Ona görə dedim nə ehtiyac var. Hətta tərk eləmək istəyirdim. Sonra valideynlərim belə deyək, təkid elədilər. Sonuna qədər bitirdim. Amma mənim Toğrul kimdir soruşsaq, mən elə uşaqlıqdan girişimci olmuşam. Tamam. O zaman sizin üçün biznes sadəcə pul qazanmaqdır, yoxsa bir sistem qurmaq, bir dəyər sistemi gətirməkdir? Pul qazanmaqdır. Dəyər sistemi məsələ odur ki, sən dəyər yaradaraq pul qazanırsan. Amma yəni sən baxanda ki, son məqsəd nədir? Son məqsəd güclü olmaqdır. Yəni güclü olmaq üçün də bizim dünyada pulun olmalıdır. Bəs sizcə Azərbaycanda o sistemi istədiyiniz şəkildə qurmaq mümkündürmü? Yəni hansısa bir səviyyəyə qədər mümkündür, hansısa səviyyədən sonra mümkün deyil. Ona görə Dubaydasınız? Bəli. Azərbaycanda sahibkarlıq düşüncəsi nə yerdədir sizə görə? Sahibkarlıq düşüncəsi, yəni keçmiş nəsil, yəni bizdən valideynlərimiz, babalarımız, nənələrimiz, onlar Sovet İttifaqında yaşayıb böyüyüblər və orada onlara girişimciliyin negativ bir şey, hətta cinayət olduğunu öyrədiblər. Ona görə onlar böyütdüyü uşaqlara o fikri yaymırlar ki, bu yaxşı şeydir və bu istiqamətdə getmək lazımdır, niyə getmək lazımdır və s. Ona görə Azərbaycanda girişimcilik o qədər, yəni başqa yerlərdəki kimi yaxşı inkişaf eləməyib. Artıq bizdə girişimci o adam olur ki, onun qanında var. Amma mədəniyyətdən gəlmir. Amma Amerikanı götürsək, İsraili götürsək və s. kimi ölkələri götürsək, onlara bu mədəniyyətin bir hissəsidir və təhsilin bir hissəsidir. Hətta məktəbdə də uşaqlara müəyyən, necə deyim, əyləncəli oyun şəklində girişimciliyi öyrədirlər. Yəni bizim gənclərə xəyalları böyük, bacarıqları isə az deyə bilərik. Xəyalları deməzdim, iştahları böyük, bacarıqları azdır. Yəni bacarıqsız olduqlarının fərqində olmurlar. Təhsilin səviyyəsinin aşağıda olduğunda fərqində olmurlar. Amma həyatdan ən yaxşısını istəyirlər. Yəni biz gündəlik həyatda baxsaq, hamı eyni cümlə deyirdi. Mən universitet qurtarmışam, diplomum var, işim yox. O başa düşmür ki, onun diplomunun olmağı heç kimə maraqlı deyil, lazım deyil. Bir. İkincisi, nəyin diplomu var? Hansı fakültənin, hansı sənətin? Şərqşünasdır, nə bilim, dillər universiteti. Hal-hazırda tərcüməçiyə heç bir ehtiyac yoxdur. Süni intellekt nə edirsən tərcümə eləyir, hansı dildə istəsən eləyir və dəqiq eləyir. Amma düşünün ki, adam gedir 5 il
tərcüməçilik oxuyur. Sonra çıxır deyir ki, mənim diplomum var, mənim işim yoxdur. Yəni xəyalları yox, tələbləri çoxdur, amma tələbləri ilə bacarıqları üst-üstə düşmür. O zaman diplom və təhsil boş şeydir demək istəyirsiniz? Əlbəttə. Əslində çoxdan elədir, amma indiki dünyada bu aktuallığını artırıb. Yəni misal üçün mən intervyu eləyəndə insanlara heç vaxt soruşmuram, haranı qurtarmısan, diplomun var, yox. Biz görüləcək iş üzərindən gedirik ki, bizə bu bacarıqları olan adam lazımdır. Səndə bu varmı? Təcrübən nə qədərdir? Hə, var. Onda gəl danışaq görək. Sən həqiqətən bu şeyləri eləmisənmi, eləməmisənmi? Ondan sonra işi götür. Bizdəki uşaqların kimsə biologiyanı qurtarıb, kimsə nə bilim nəyi qurtarıb. Yəni heç bir adam stomatoloqdur. Yəni heç bir mənası yoxdur və indiki dünyada ki, işsizlik səviyyəsi sürətlə artır və artacaq və katastrofik səviyyəyə gəlib çıxacaq, diplom ümumiyyətlə aktuallığını itirir və ənənəvi təhsil aktuallığını itirir. Təcrübədən danışdınız. Bəs insan heç bir yerdə iş tapa bilmirsə, hardan təcrübə toplayıb sizin yanınıza təcrübəli bir kadr olaraq gəlsin? Çox yaxşı sualdır. O da yenə mən başqa söz tapa bilmirəm. Luzerlərin verdiyi bəhanələrdən biri odur ki, bəs yaxşı mən təcrübəni harda yığım əgər heç yerdə mənə təcrübəsiz işə götürmürlərsə. Məsələ odur ki, insan həyatda ehtirası olan işlə məşğul olmalıdır. Ehtirası olan işlə məşğul olmaq üçün insana pul verilməli deyil. Yəni sən şəkil çəkməyə xoşlayırsan, sənə pul verməli deyirlər ki, sən oturub şəkil çəkəsən. Sən çəkəcəksən, zövqünü alacaqsan. Və elə olduğu təqdirdə insanlar belə deyək, maraqdan, sevgidən, ehtirasdan o işlərlə məşğul olurlar özləri üçün və gəlib hansısa bir professional səviyyəyə çatırlar. Ondan sonra gəlirlər deyirlər ki, hə, mən artıq öz bacarıqlarımı pula çevirməyə hazıram. O şey var ya, bir qalan sirri, Elşən. Kəmər belvə oturmur. Yəni sən bir müddət oturub oxumalısan, özün öyrənməlisən, özün eləməlisən, özün layihələr eləməlisən və s. pulsuz işləməlisən uzun müddət və s. ki, kəmər belvə oturanda gedəsən cadugarla vuruşasan. Amma bizimkilər kəmər belinə oturmaya tələb edirlər ki, mən gedəcəm, dağıdacam, tökəcəm. Amma elə olmur. Həyat belə işləmir. O zaman bir Azərbaycan gənci olaraq sizə sual vermək istəyirəm. Sizin komandada kəməri belinə oturan biri olmaq üçün nə etmək lazımdır? Ən yaxşısı olmaq lazımdır. Yəni bizdə seçim prosesi çox qəddardır. Yəni biz buna hətta mənim ad günümə köynək bağışlamışlar uşaqlar. Hire fast, fire fast. Yəni biz sənin özün barədə dediyin şeyləri həqiqət kimi qəbul edib işə götürürük. Yəni burada təcrübə ilin, təcrübən və s. Sonra iş başında baxırıq görək sənin dediklərinlə reallıq üstə düşür yoxsa yox. Düşürsə qalırsan. Düşmürsə 1 həftəyə, 2 həftəyə, 1 aya işdən çıxarırsan. Məsəl üçün bu yaxınlarda mən bir Chief Marketing Officer işdən çıxartdım, hansı 2 həftədən sonra. Hansı ki 4 il Google-da işləyib, 3 il Twitter-də işləyib, 1 il Tinder-də işləyib və s. Yəni ən belə tanınmış şirkətlərdə işləyib, Amerika vətəndaşı və çox yüksək maaş, yəni 6 rəqəmli illik maaş. 2 həftədən sonra məlum oldu ki, adam heç nə bacarmır. Yəni bizim kriteriyalar. Yəni ən azı bizim qədər belə bilmir. Nəyə görə? Çünki korporativ strukturlarda gizlənmək çox asandır. Yəni sən özü yaxşı sata bilirsənsə və teoretik biliklərin varsa, etdiyin işi qəşəng upakovka eləyib cəmaata sıraya bilirsənsə, sən illərlə o şirkətlərdə qala bilirsən. Amma bizdə sən real dəyər vermirsənsə şirkətə, sənə görə şirkətin gəliri artmırsa, sən artıq lazımsızsan. Ona görə mənim indiki komanda məndən 10 il, ortalama 10 ilə yaxındır işləyir fərqli layihələr üzərində. Yəni bu adamlar sınaqlardan keçmiş adamlardır və daim də öz üzərində işləyən adamlardır və mən hətta onların, yəni belə deyək, gəlir artımının progressiyasının fərqini görmüşəm ki, ortalama hər adamda 4-5 dəfə bizlə ilk başlayandakından çox qazanır ki, ilk başlayanda belə söhbət bir neçə min dollarlardan gedirdi. Yəni başlanğıc nöqtəsi də balaca olmayıb da, amma o adamlar professional olaraq durmadan inkişaf eləyirlər, hər gün təzə şey öyrənirlər və onu da necə deyim, barını toplayırlar. Kim olmaq lazımdır? Öz sahəsinin ən yaxşısı olmaq lazımdır və challenge nədir Azərbaycanca bilmirəm. Sonra necələr mənə ya da cərimə yazacaqlar ki, xarici söz işləri. Azərbaycanca mən də bilmirəm, ona görə problem yox. Var əslində adı, indi mənim yadıma düşmür. Onunla qarşılaşmağı sevən adam olmalıdır. Çünki bizdə daim sən sınanacaqsan. Challenge dediyimizdə
başqa insanlarla rəqabətimi nəzərdə tuturuq və sahəmizdə yeniliklərə ayaq uydurmaqdan mı danışırıq? Hər şeydə, yəni elədiyimiz layihədə tutaq ki, biz bazardakı bir iddia ilə giririk də ki, biz bunu hamıdan yaxşı eləyəcəyik və yaxud bu indiyənə qədər olmayıb biz eləyəcəyik. Və yaxud sən o tapşırıqları eləyəndə hansısa bir texniki limitlərlə qarşılaşırsan və kitabda yazılan, internetdə yazılan odur ki, bu şeylə mümkün deyil. Sən gərək onu götürəsən öz üzərinə ki, mən bunu mümkün eləyəcəm. Yəni belə dəli adamlar lazım ki, yox sözünü qəbul eləmir. Yəni hətta mənim orada bir partnyorum var, o bizim mədəniyyəti başa düşmür ki, biz necə işləyirik belə bütün günü dalaşırıq bir-birimizlə və insanlar yox sözünü deməyə də rahatdılar və yox sözünü də qəbul eləmirlər. Yəni özləri misal üçün mən nəsə deyirəm ki, bunu belə eləmək lazımdır. Mən deyirəm ki, yox, eləmirəm. Çünki ən düzgünü bu birisidir. Biz orada başlayırıq mübahisə eləməyə, qırışmağa ki, acaba ən düzgünü hansıdır? Kimin ideyası qalib gəlsə ki, ən düzgünü budur, biz onu eləyirik. Yəni fərqi yoxdur, iyerarxiya yoxdur. Yəni bunu kim dedi önəmli deyil. Buna meritokratiya deyirlər də, səhv eləmirəmsə. Yəni ən yaxşı ideya qalib gəlməlidir. Kim direktordur, kim süpürgəçidir. Mən məsələn sizi Instagram üzərindən motivasiya postlarınızdan tanımışam. Amma kütlənin çoxu sizi startapper olaraq tanıyır. Sizcə Azərbaycanda startaplar hansı səviyyədədir? Bir insan startap düşünür, onu hansı səviyyəyə daşıya bilər? İngilisdə demiş sky is the limit. Yəni bacarına can qurban. Yəni hara sometimes even the sky is not the limit. Ona görə hə, o da elədir. Yəni ki, limit yoxdur. Hər şey sənin iddiandan və bacarığından asılıdır. Amma o ki deyirsiniz, mən sizi motivator kimi tanıyıram, kimlərsə startapper kimi. Yəni biri o birisini inkar eləmir. Bir, ikincisi, yəni motivator mənim aləmdə motivator kimi labelladığımız adamlar o adamlardır ki, o real həyatda heç bir işlə məşğul deyil, heç bir uğuru da yoxdur, amma oturub boş-boş danışıb insanlara motivasiya verir. Yəni onun işi, sənəti motivasiya verməkdir. Amma məndə elə deyil. Mən işimi görürəm, həyatımı yaşayıram. Mən elədiyim şeylərlə insanlara motivasiya verirəm və yaxud yaşadığım həyat təcrübəsini paylaşmaqla motivasiya verirəm. Yəni mənim boş-boş motivasiya verir dediyinizdə life coachları nəzərdə tutursunuz? Bəli. Life coach, motivator, mentor, indi fərqli-fərqli ad qoyulur. Yəni onların bir mənası yoxdur deyirsiniz. Belə deyək də, yəni özü həyatda xoşbəxt olmayan insan başqasına xoşbəxt olmağı öyrədə bilməz. Siz xoşbəxtsiniz. Özü həyatda uğurlu olmayan adam başqasına uğurlu olmağı öyrədə bilməz. Yəni life coachlarda mən gördüyüm şey odur ki, məsəl üçün münasibətdə uğursuz olan qadınlar başqa qadınlara life coach eləyir ki, necə yaşamaq lazım. Biznesdə uğursuz olan adam başqalarına biznes öyrədir. Misallarını da deyə bilərəm əslində. Yəni Azərbaycan miqyasında. Misal üçün bizdə bir personaj var. Kişilər klubunun müdiridir, nədir, banisidir, nədir. Yəni bunlar bir dəfə restoran açıb batırıblar. Ondan başqa adamın heç bir biznes fəaliyyəti yoxdur, amma bizneslərə consulting satır misal üçün adam. Bəlkə uğursuzluğu üzərindən gedir məsləhətləri. Yox, o da ola bilər. Yəni bunu etmək ki, mənim kimi batmayansan məntiqi ilə. Tamam, o da önəmlidir, amma sənin yəni yaxşı konsultant olmağın üçün və yaxud nə bilim mentor olmağın üçün sən bir 10 dənə uğursuzluğun olmalıdır, 2 dənə uğurun olmalıdır, böyük uğurun olmalıdır, onu kompensasiya eləyən ki, sən nəinki nəyi eləmək olmazı bilirsən, sən həm də nəyi eləmək lazımdığını bilirsən. Yəni misal bu bir misalı budur və yaxud nə xanımlar indi xanımların adlarını çəkmək istəmirəm bəziləri. Yəni 20-dən 30 dənə partnyor olub, hal-hazırda yanında heç kim yoxdur, amma qızlara xoşbəxtlikdən, nə bilim kişilərlə necə davranmaqdan falandan life coach verirlər. Və məsələn o qadın life coachlar hansılar ki, qadınlara hamısı tənha qadınlardır. Yəni heç biri həyatında xoşbəxt deyil, amma xoşbəxt olmanın sirrini danışırlar. Toğrul Səməd xoşbəxtdirmi? Xoşbəxt nisbi anlayışdır. Xoşbəxtlik birincisi nisbi anlayışdır, ikincisi daimi anlayış deyil. Yəni sənin həyatında xoşbəxt anlar var, xoşbəxt olmayan anlar var. Sən deyəndə ki, xoşbəxtsənmi, o deməkdir ki, sənin həyatında xoşbəxt anların sayı bədbəxt anların sayından çox. Yəni bu balans yuxarıdadırsa insan xoşbəxtdir. Yəni tamamilə xoşbəxt insan yoxdur, tamamilə bədbəxt insan yoxdur. Yəni həyatında nə bədbəxt bir hadisə olursa, sən özünü müqayisə eləsən başqalarının vəziyyəti ilə, özü xoşbəxt hiss eləyəcəksən və yaxud o adamlar sənin yerində olmaq üçün hər şey verməyə hazır olacaq. Yəni biz burada gündəlik həyatda hansısa bir stres keçirik. Kiminsə nə bilim kredit borcu var, kiminsə nə bilim, kiminsə rəhmətə gedir və s. Amma məsəl üçün Fələstində, Qazada orada başına bomba düşən, uşağına yemək tapa bilməyən, qolunu itirmiş adam deyəcək kaş ki elə mən orada olardım, mənim kredit borcum olardı, amma isti yatağa girərdim, isti yemək yeyərdim. Ona görə bu nisbi anlayışdır. Xoşbəxt
olmaq insanın seçimidir. Yəni Siz xoşbəxt olmağı seçmisiniz? əlbəttə həmişə. Azərbaycanda elə bir algı var ki, startaplar çox vaxt real biznesə keçmir. Siz nə düşünürsüz bu barədə? Azərbaycan deyəndə ki, dünyanın hər Yəni yerində. dünyanın bir çox yerində elədir. Yəni ümumiyyətlə startap nədir? Startap yüksək riskli bir qurumdur, hansının ki məqsədi innovativ, miqyaslana bilən biznes modeli test eləmək üçün qurulur. Yəni o şey hələ olmayıb, yəni o sahə hələ heç kim girib böyük uğur göstərməyib, sən deyirsən ki, mən eləyəcəm. Ona görə orada çox böyük risk var. 95% startaplar batır və gəlirli və ya uğurlu biznesə çevrilə bilmir. Bu normal bir statistika. Yəni startap pul və vaxt itkisidir deyə bilərik. Baxır kimin üçün? Yəni startap üçün yaradılmayan insan üçün bəli. Mənim üçün də nə bilim, gedib müəllim işləmək vaxt itkisidir. Kimin üçünsə o əsas gəlir mənbəyidir. Yəni startapçı o adam olmalıdır ki, o bununla yaşayır. Yəni o yüksək risk qorxutmur və o onu illərlə durmadan, dayanmadan eləyə bilir. Ona ehtirası var və o azla qane ola bilmir. O böyük bir şey düzəltmək istəyir. O balaca bir şey düzəldib xoşbəxt ola bilmir. Yəni insan özündə o xüsusiyyətləri sizcə nə vaxt kəşf edir? Mən onu edə bilərəm. Mən startaper ola bilərəm və mən durmadan onun üçün işləyə bilərəm deyə. Siz Məsələn, uşaqlıqda hər kəs kosmonavt olmaq istəyir. Amma sonda bəlkə də minlə biri kosmonavt ola bilir. yenə hər şey gəlir ehtirasa çıxır. Yəni o uşaqlar ki, kosmonavt olmağı səmimi qəlbdən, ürəkdən istəyir. Sadəcə ətrafda trend dediyə hər kəs deyir ki, kosmonavt olmaq yaxşı şeydir deyə yox. O həqiqətən gedib orada olmaq istəyir. O adamlar bütün gücünü ora qoyur və sözsüz ki, onun yəni doğuşdan olan bacarıqları da önəmlidir ki, yəni onun ona qabiliyyəti var yoxsa yox. O halda o adam gedib kosmonavt olur. Və yaxud əksi də olur ki, adamın ehtirası yoxdur, amma atasının çoxlu pulu var. O onu kosmonavt eləmək istəyir. Onun üçün bütün qapıları pulla açır. O da gedir kosmonavt olur. Startuperdə də elədir. Yəni kiminsə var elə mən onlara fakepreneur deyirəm. Yəni onlar daxildən girişimci deyil, amma trend deyə mən də startuper olacağam, mən də cool görünəcəm deyə atasının, nə bilim, qohumlarının maliyyəsi hesabına hər ağlından keçən ideyaya yatırım eləyib, o həyatı yaşayır. Yəni uğura gəlib çıxa bilmir, amma o həyatı yaşayır ki, bax mən də proyekt qurmuşam, mən də startuper. Yəni onun üçün bu bir risk deyil. Amma sizin üçün böyük bir risk idi startaper olmaq. Yox, məndə başqa seçim yox idi. Yəni riskə atmadan uğur qazana bilməzdiniz demək istəyirsiniz. Yox, ümumiyyətlə elədir. Risk atmadan uğur qazana bilmirsən, amma baxın, girişimci 90% hallarda, 99% hallarda o adamlar olur ki, onun başqa seçimi yoxdur. Yəni misal üçün adam heç yerə işə düzələ bilmir. Mən məsələn 16 yaşında bir pul qazanmaq istədim. Birinci ağlıma gələn şey oldu ki, harasa işə düzəlmək lazımdır yəqin ki. Elanlara baxıram ki, minimal tələb 25 yaşdır misal üçün. Mənim harasa gəlib işə düzəlməyə seçimim yox. Və yaxud mən heç kimin hakimiyyətini qəbul eləmirəm. Yəni authority deyirlər də, bilmirəm o tam necə izah eləyim. Yəni kimsə mənim üzərimdə mənə əmr verirsə, mən onu qəbul eləmirəm. O nə deməkdir? Mən ümumiyyətlə heç yerdə işləyə bilmərəm. Ona görə sən məcbursan ki, öz işini başlayasan, o riski götürəsən. Və yaxud xırda miqyasda baxsaq, məsələn mən bir restoran işini eləyəndə bir başqa uğurlu restoranın sahibi ilə danışırdım, Şəki restoranı. Adama deyirəm, səndə necə alınır? Məndə alınmaz axı. Deyir ki, birincisi mən bundan yaşayıram. İkincisi, bu obyektdən mən ta ki 5000 manat qazanıram. Sən deyirsən ki 5000 azdır, bu nədir işləmir? Deyirəm, yaxşı, sən bu səhər 6-da durursan, bazara gedirsən, ət alırsan, gətirirsən, bütün günü burdasan. Sən o 5000 manat üçün eləyirsən. Deyir, bax, mən 5000 manatla 20 il ərzində ev almışam, maşın almışam, o eləmişəm, bu eləmişəm və mənim alternativim nədir? Mən gedib 500 manat işləyəcəm. Yəni onun savadı yoxdur, təhsili yoxdur və s. O 500 manatlıq işdə işləməmək üçün özünə bir iş qurub, gecəsi gündüzü də o işlə keçir, 5000 manatını qazanır, xoşbəxt. Yəni girişimcinin sadəcə başqa seçimi olmadığına görə girişimci. Bəzi insanlar deyir ki, uğursuzluq yalnız zəif insanlar üçündür. Sizcə bu doğrudurmu? Uğursuzluq ancaq zəif insanlar üçün. Bəli, yəni zəif insanları təyin edir uğursuzluq. Bir işə başlayır, bir dəfə uğursuzluq yaşayır. İkinci işə başlayır, yenə tutuzdura bilmir. Yəni zəif insan olaraq algılayırlar onu cəmiyyətdə. Sizcə bu doğrudurmu və ya bu insanı əksinə daha güclü biri olaraq görürük? Pes etmir, davam edir. Mən zəif deməzdim. İndi yenə də o bizə uyğun söz yoxdur. Loser. Yəni daim uğursuzluqla qarşılanan adam loserdir. Bir dəfə alındırsa olur win. Yəni mənim də o yüzlərlə uğursuzluğum olub. Həmin vaxtda mən loseram da. Bəli, məndə alınmır. Bunu qəbul eləməliyik ki,
yəni riyaziyyatdır bir da, insana- uğursuz adam uğursuzdur, uğurlu adam uğurludur. Bir insanın həm loser, həm winner olmağını qəbul edirik o zaman. Situasiyadan Yox, situasiyaya hansı dəyişərək. vəziyyətdə Okay, vəziyyətdən asılıdır, vəziyyətə bəli. dəyişərək. Yəni bu gün yəni eyni adam bir gün zəif, bir gün güclü ola bilməzmi? Yəni bir gün xəstəyəm, mən zəifəm. Mən səndən vuruşa bilmərəm. Sabah kalan vitamin yemişəm, protein yemişəm və hər şeyim də qaydasındadır. Bu gün güclüyəm. Yəni bu dəyişən faktordur. Bir adam ümumiyyətlə bütün ömrü boyu loser, bütün ömrü boyu winner ola bilməz. Yəni Bəs o zəiflik sizcə nədən irəli gəlir? hansı zəiflik? Yəni loser olmaq, hansısa bir işdə loser olmaq və daimi tutuzdurmamaq kimi bir sindrom yaşayan insanları görürük. Mağaza açır, batırır, restoran açır, batırır. Ya əgər o uzun müddət davam eləsə, təslim olmasa və ölməsə, o bir gün mütləq alındıracaq. Onda onun əslində güclü olduğu ortaya çıxacaq ki, o təslim olmadı və nəhayət alındırdı. Onda hər kəs alqışlayacaq. Hər kəs deyəcək, biz inanırdıq ki, sən bunu eləyə biləcəksən, halaldır sənə, biz falan. Amma bir adam uzun müddət təslim olana qədər uğursuzluqla gedir və sonra da təslim olur. Hamı deyir ki, o loser idi də, o heç nə alındıramayıb həyatında. Yəni insanlar son nəticəni tartışırlar. Yəni yolu heç kim başa düşmür. Yəni o yolda loser kimi görsənə insan haçansa çox varlı bir insana çevrilə bilər. Bəs müasir cəmiyyətdə sizcə qanun çərçivəsində real olaraq varlanmaq mümkündürmü? Varlanmaq hansı miqyasa qədər? Orta statistik. Siz varlı rəqəm kimi götürək. deyirsiniz, yaxşı belə deyim, maliyyə olaraq. İlə nə qədər qazanan adam varlıdır Azərbaycanda? Ölkədən ölkəyə dəyişir. Yox, Azərbaycandan danışırıq da, Azərbaycandan danışırıqsa, mənə görə varlı milyardları olan insandır. Kiməsə görə varlı milyonları olan Yox, insan. bax, Sırf məndən söhbət gedirsə, hansı mənə görə varlı insan Emin Ağalırovdur məsələn. Azərbaycanda mümkündürmü? Bəli, mümkündür. Amma hansı metodlarla mümkündür? Başqa sualdır. Eynən, yəni qanun çərçivəsində onu edə bilərikmi? Qanun çərçivəsində heç şey də eləyə bilməzsiniz. Yəni böyük pullar qaydalarla oynayaraq qazanılır. Nə ilə oynayaraq qazanılır? Risk götürmə qabiliyyəti, əlaqələr, münasibətlər, oynadığın siyasət, oyun və s. Yəni böyük biznes siyasətlə yanbayan bütün dünyada. Ona görə heç yerdə mümkün deyil. Yəni Azərbaycanın çox bir fərqi yoxdur. Bir dənə fərq ancaq onda nədədir? Bütün dünyada eyni qaydalar işləyir. Sadəcə miqyaslar fərqlidir. Biz balaca ölkəyik, bizdə miqyas balacadır. Böyük ölkədə miqyas böyükdür. Yəni bizdə də deyək ki, ilə nə qədər deyim, yarım milyon dollara qədər qazanmaq, qanunu pozmadan və s. mümkündür və heç kim səndən iş olmayacaq. Ondan yuxarını qanunla qazana bilsən də problemin olacaq, qanunsuz da qazansan problemin olacaq, fərqi yoxdur. Yəni həm ilə dar 1 milyondan yuxarı qazanırsansa artıq sən risk qrupundasan. Siz hal-hazırda süni intellektlə işləyirsiniz. Sizcə süni intellekt startapları asanlaşdırırmı və ya rəqabəti artırır? Nəyi nəzərdə tutursunuz startapları asanlaşdırır deyəndə? Yəni sizin üçün Startap qurmağı asanlaşdırır. Startap qurmağı üzr istəyirəm. Startap qurmaqda məsələn AI sizə nə qədər kömək olur? Eynən, yəni hal-hazırdakı dünyada kodinq, yəni AI ilə olduğuna görə artıq böyük komandalara ehtiyac yoxdur. Mən deyərdim ki, ümumiyyətlə, yəni doğru bacarığı olan insan üçün komandaya ehtiyac yoxdur. Yəni Yəni AI sən- insanları tam olaraq əvəz edə bilər. Edir və edib artıq. Yəni hal-hazırda məsəl kodinqdən söhbət gedirsə, hal-hazırki səviyyə o yerdədir ki, heç bir developer olmadan, heç bir kodu bilmədən, sadəcə müəyyən başqa bacarıqları olaraq sən layihəni qurub, milyonlarla insana xidmət eləyəcək səviyyədə layihəni qurub pul qazana bilərsən. Əvvəl heç vaxt bu mümkün olmur. Yəni AI sənə o AI agentlər deyək də, bütün insanları əvəz edir. Yəni biz bir çox rolları AI ilə əvəz eləmişik. Artıq o insanlara heç birinə ehtiyac yoxdur və AI onu qat-qat sürətli və keyfiyyətli edir. Startap qurmağa asanlaşdırdığına görə o deməkdir ki, daha çox insan startap qura biləcək. Yəni artıq böyük kapitala ehtiyac yoxdur. Bu avtomatik rəqabəti artırır. Yenə də artıq kim AI-yı daha yaxşı istifadə edə bilirsə, o qalib gəlir. Yəni rəqabət artır və hər şey də asanlaşır. Giriş limiti asanlaşır. İndi biraz işdən yayınaraq sual verəcəm. Mən sizi bir motivator Buyurun. olaraq tanıdığım üçün. Bəzi insanlar deyir ki, motivasiya postlarınız heç bir nəticə, real nəticə vermir. İnsanlar sadəcə baxır, sonra ötürür onları. Sizcə bu nə qədər doğrudur? Yəni Yox. sizin motivasiya postlarınız nə qədər insanlara yardım olurmu deyim, nə qədər insanı bir tərpədir? Eyni effektdir. Yəni nə qədər universitet qutaran adam uğurlu olur misal üçün.
Yəni hamı gedir oxuyur, amma onun 5%, 3% ondan faydalana bilər də. Bu da elədir. Yəni bu təhsil kimi baxsaq, yəni mən hansısa bir məlumatı verirəm insanlara, onun 90%-i baxır, keçir, ya deyir, hə eləyəcəm, mən də bacararam, sabah yadından çıxır. Amma 3-5%-in həyatını dəyişir və o adamlar sonra gəlib həm minnətdarlıq bildirirlər, həm sonra yollarımız kəsişir, sonra deyirlər, bəs mən səni 10 il izləyirəm, 20 il izləyirəm, bəs şeydir, ona görə mənim həyatım dəyişir. Belə adamlardan feedback gəldiyinə görə mən də deyirəm ki, bunu eləməyə davam eləmək lazımdır. Çünki insanların həyatına, müəyyən insanların həyatına pozitiv təsir eləyir. 90%-in içində nifrət eləyəni də var, qulaq asmayanı da var, qulaq asıb keçəni də var və s. O önəmli deyil. Əsas ələkdən keçmiş o balaca bir hissə önəmlidir. Həyatını dəyişdiyini iddia etdiyiniz insanlardan hər hansınsa hekayəsini qısaca bizə danışa bilərsiniz? Qısaca alınmayacaq, çünki Biz sizə uzun da qulaq asarıq. hər əhvalatın nüansları, xırdalaqları var. Amma belə deyək, ən sadə misalını deyə bilərəm. Misal üçün 2012-də mən bir qurduğum şirkət var idi. Mən əsasən Ukraynadan, Özbəkistandan gətirirdim developerlər, çünki Azərbaycanda yox idi. Amma bir hissəsi də yerli developerlərdi, hansı ki yeni başlayırlar və bu onların birinci işi idi. Və 3 nəfər orada böyük bir şirkət idi. Şirkət dağılanda 3 nəfər qalmışdı ki, biz səninlə axırıncı qədər duracağıq və bizdə işləri üçünün də birinci iş yerləri idi də belə deyək. Və mən də onlara dedim ki, bəs gəlin, tamam, mən indi sizə maaş verə bilmirəm artıq. 3 ay ərzində cəhdlər eləyək, alınmaz. Amma plan B olaraq mən sizə indiyənə qədər elədiyim şeyləri, sirləri açacağam ki, nəyi necə qazanmışam, nəyi necə eləyirəm və s. və sahibkarlığı öyrədəcəm. Və o uşaqlar illər sonra yəni oradan başlayaraq bir yerdə olaraq bizneslər qurmağa başladılar və illər sonra Klopos adında startapı başladıblar və uğurlu bir biznesdir, milyonlarla dəyəri var və həmçinin mən bu yaxınlarda onlara yatırım da eləmişəm və Azərbaycanda ən qabaqda gedən startaplardan biridir. Yəni bizim nə vaxtsa yolumuz kəsişib və mənlə çox zaman keçirdiblər. Hətta məsəl üçün işçilərlə münasibəti deyək, işə yanaşmanı deyək, özləri də həmişə deyirlər ki, onları qınanılanda ki, niyə bəs işçilərlə belə davranırsınız, yoxsa belə davranırsınız, yaxşı mənadadır. Yəni ki, daha insani, daha yumşaq deyək, nə deyək. Deyirlər ki, biz onu doğrudan öyrənmişik. Doğru belə eləyir ona görə. Yenə də bu bir misalıdır da, mən bütün əhvalatları danışa bilmirəm. Amma mən o nəticəni görəndə fikirləşirəm ki, mən düzgün yoldayam, düzgün işlə məşğulam və dəyər qatıram insanlara, cəmiyyətə. Ona görə də davam edirəm. Başqalarının startapından danışdığımızda sizin öz startapınız var idi, Baglans adlı. Bəli. O haqqında danışmaq istəyirik. O yaralı nöqtədir, o startap. Amma onu deyə bilərəm ki, o şirkətin dağılmağının bir çox səbəbləri var idi. Bir hissəsi məndən qaynaqlanır, bir hissəsi məndən qaynaqlanmır. Amma o bir ailə idi və maraqlısı odur ki, illər sonra mən o ailəni bərpa elədim. Yəni həmin Baglansın komandasının deyərdim 60-70% hal-hazırda bizim komandamızdır. Yəni sizin üçün Baglans sadəcə bir startap, sadəcə bir proyekt deyil, mənəvi dəyəri olan bir şeydir həmin. Baglans da mən illərlə toplanılmış təcrübənin əsasında fəlsəfə üzərindən qurmuşdum. Yəni əslində mən o vaxt onun fərqində deyildim, o təbii olaraq gəlirdi. Amma sonra mən bu barədə danışmağa başlayanda ki, şirkətdə ki, bizim dəyərlərimiz bunlardır. Biz qərara verəndə bu dəyərlər üzərindən veririk. Əgər kimsə bu dəyərlərin əksinə gedirsə, o bizdə işləyə bilməz. Və yaxud hansısa problemi həll ediriksə, biz baxmalıyıq ki, o dəyərlərin nə qədər toqquşmur, ona əsasən nə eləməli olduğumuzu öyrənirik. Bir növ deyərdim ki, daxili bir din kimi deyərdim. Yəni insanların bir inancı var, hamımız ona inanırıq və o inanc üzərindən də gedirik. Amma sonra məlum oldu ki, böyük şirkətlər dəyərlər üzərindən qurulur və maraqlı bir kitab var, Ray Dalio'nun Principles adında bir kitabı var. Sonra mənə dedilər ki, bəs bir dənə sən o kitabı oxu, orada da sənin dediyin yanaşma var. Və belə çıxır ki, bəli, yəni bütün böyük şirkətlərə baxsaq, onların fundamentində bir fəlsəfə, bir dəyər durur. Baglans bunun birinci sübutu idi. Yəni ki, o tip qurulmuş şirkətlər möhkəm olur, insanlar loyal olur, döyüşkən olur və o ümumi vision deyirik də biz, gələcəyi üçün vuruşurlar və davam edirlər və onlara artıq o kənar faktorlar yayındırmır. Yəni kimsə kənardan 3 manat artıq maaş təklif eləyib bizim uşaqları götürə bilmir. Çünki onları o şirkətdə saxlayan başqa dəyərlər var. Son olaraq izləyicilərimizə məsləhət verəsi olsaz, sadəcə bir məsləhət, Toğrul Səməd olaraq
Nə məsləhəti verərsiniz? Yəni həyatda nə istədiklərini birinci tapsınlar, sonra onun arxasınca getsinlər. Yəni bizim cəmiyyətin ən böyük problemi odur ki, heç kim həyatda əslində nə istədiyinin fərqində deyil. Hələ də böyüyəndə nə olacağım bilmirəm. Çox sağ olun. Sağ olun.